afraid və afraid of-un fərqi nədir? Afraid qorxmaqdır. Bəs afraid of nədir? Nədənsə qorxma. I am afraid of, məsələn, dog. Aha. Biz orada of işlətməsək, ümumiyyətlə bundan sonra hər hansı sözlər var, öyrənirik artıq. Bilirik ki, artıq keçməyə ki çalışırıq. İstənilən sözləri öyrənəndən sonra, xüsusən də verblərə aiddir, yəni feilləri öyrənəndə. Çünki biz bilirik ki, ingiliscə danışmaq üçün əsasən sifətlər və feillər lazımdır, düzdür? Yəni isimlər biraz daha passivdir də orada. Biz sözləri öyrənəndə artıq necə öyrənməliyik ki, məsələn, tutaq ki, məsələn, word səs verməkdir, hə? Nəyəsə səs verəndə artıq ondan sonra for gəlməlidir. Artıq bunlara fikir vermək lazımdır. İstənilən sözü öyrəndikdən sonra istəyirsiniz filmdən götürəndə, istəyirsiniz mətndən götürəndə. Məsələn, adi tutaq ki, bax burada baxırıq da, indi burada mətnə baxacağıq və yaxud evdə filmə baxacaqsınız, hər nəyə baxırsınız, fərqi yoxdur. İstənilən verb gələndən sonra ondan sonra baxırsınız. Məsələn, görün bir şey gəlirmi? Tutaq ki, bax burada wait gəlib. Fikir verin, wait və wait nə idi? Burada want gəlib, hə? Fikir verin, bitirdi, artıq nə isə istəmirdi deyə artıq bitir. Və yaxud burada baxın ki, istənilən hərəkət fərqi yoxdur. Try, sonra to gəlir. Nə bilim, fərqi yoxdur. Hansı hərəkət olursa olsun. Artıq ki, birdən ki, çıxıb ki, danışıq biraz daha istəyirik ki, inkişaf eləmiş formada olsun. İstənilən mətn, istənilən filmi baxanda, ondan sonra gələn sözə mütləq baxın və sözü artıq dəftərinizə elə yazın. Məsələn, artıq sözü heç vaxt heç bir şəkildə afraid, məsələn, nümunə olsun da, onun yerinə başqa da ola bilər. Tutaq ki, nədənsə əziyyət çəkmək, necə deyəcəyik? Suffer əziyyət çəkməkdir. Okay. Nədənsə əziyyət çəkmək necə olacaq? Suffer of something. Yox. From. Suffer from. Məsələn, tutaq ki, deyirəm ki, suffer özü əziyyət çəkməkdir. Okay, lüğətdə də belədir, hər yerdə də belə görəcəyik. Amma danışıqda artıq o prepositionlar çoxalır. For, from, to, nə bilim, in, on, at. Bunlar hər zaman dadə kimi olmur. Bunlar bəzən sözə birləşik şəkildə nədənsə əziyyət çəkmək və yaxud apply nəyəsə müraciət eləməkdir. Apply for gəlir. Apply müraciət etməyin özüdür. Amma nəyəsə müraciət etdikdə artıq for gəlir ondan sonra. Okay? Yəni demək istədiyim odur ki, istənilən filmlərdən götürəndə, mətndən götürəndə fərqi yoxdur. Artıq danışığınızda sizin onu oturması üçün siz onu artıq fikir verməlisiniz ki, ondan sonra nə gəlib. Okay? Neyəcəkdin Arzu? Sözlərə fikir vermək lazım. Hansı sözlərə fikir vermək lazım idi? Apply, for. Elə bir dənə apply-a fikir verirdin. Yox, hamısına. Məsələn? For, from, dolar, hamısına. Arzu, mən də danışdım. Hamısına nə gəlir? Arzu, mən